Feilin qrammatik məna növləri digər növlərindən fərqli olaraq, məsələn, şəkillərindən, zamanlarından fərqli olaraq biz feilin qrammatik məna növlərini subyekt və obyekt əsasında biləcəyik. Yəni bizim üçün qrammatik məna növlərini tapmağın bir yolu onların şəkilçisidirsə, bir yolu da orada olan subyekt və obyekt, yəni mənalarına görə tapacağıq. Subyekt nədir? Xatırlatma eləyək. İşi görən subyekt. Amma üzərində işi icra etdiyimiz əşya və yaxud da hər nə isə ona biz obyekt deyirik. Mən kitabı oxuyuram. Mən subyektəm, çünki işi görən mənəm. Amma üstündə işlədiyim, oxuduğum kitabdır. Yəni o bir obyektdir. Oxuyuram da feildir. Təbii ki, subyekt və obyekt bəzən elə ola bilər ki, feil olmur. Feil tamam ayrı bir şeydir. Orada olan subyekt, obyekt tamam ayrı bir şeydir. Yəni biz subyekt və obyektə əsasən qrammatik məna növlərini fərqləndiririk. Birinci qrammatik məna növümüzün adı məlum növdür. Adına baxın, məlumdur. Yəni bu növlərdə subyekt də olur, obyekt də olur. Əsas deyirik ki, burada subyekt məlumdur. Yəni işi görən şəxs bizə məlumdur. Məsələn, deyirəm ki, mən yazdım. Yazan kimdir? Mən. Məlumam burada. Və yaxud da ola bilər ki, bu subyekt cümlənin içərisində verilməsin. Amma bərpa eləyə bilərik. Məsələn, deyə bilərəm ki, yazdım, mən yazdım. Bərpa eləyə bilərəm, özümdən artıra bilərəm. Yenə də məlum növdədir. Məlum növün xüsusi bir şəkilçisi yoxdur. Bəs necə fərqləndirək? Digər bütün qrammatik məna növlərinin şəkilçisi var. Məlum növünki yoxdur. Əgər o biri növlərin şəkilçisi hansısa bir sözdə yoxdursa, biz onu məlum növ götürürük. Yəni kimliyindən asılı olmayaraq. İndi biraz daha qabaqlarda ətraflı başa salacağam. Yəni buna deyirik məlum növ. Məlum növ sadə də olur, düzəltmə də olur, mürəkkəb də olur. Yəni məlum növ olan feil. Və bir şey yadda saxlayırıq ki, digər bütün məna növləri indən sonra sayacaqlarım heç vaxt isimə, sifətə, saya, əvəziyə, zərfə qoşula bilmir. Onlardan düzəlmir. Yeganə məlum növdür ki, həm adlardan düzəlir, həm də feillərdən düzəlir. Biz bilirik də, düzəlmə deyəndə kök götürmürük. Axırıncı leksik şəkilçidən əvvələ baxırıq. Məlum növünün digər növləri sonda müqayisə edib yazacağam. İkinci gəlir məhsul növümüz. Məchul. Məhsul növdə həmin bu subyekt yazıram ki, bax bu məlum olmur. Məlum deyil. Amma obyekt məlumdur. Bu necədir? İndi qaydanı tətbiq edərək deyəcəm. Məhsul növün xüsusi qrammatik şəkilçisi var. Əgər feildə ıl, ın, bəzən də əgər saitlə bitirsə, söz n şəkilçisini görə bilərik. Il, il, ul, ön. Bir şey də yadınıza saxlayaq ki, bu həm məhsul növün şəkilçisidir, həm qayıdış növün şəkilçisidir, həm də şəxssiz növün şəkilçisidir. İndi bunu necə fərqləndirəcək deyirəm. Şəkilçilər eyni olanda biz bunları sadəcə və sadəcə məna ilə fərqləndirəcəyik. Bayaq dediyim obyekt, subyekt. Çətin gəlməsin, baxaq. Deməli, dedik ki, məhsul növdə ıl və ın şəkilçisi olur. Baxın, sizə belə bir nümunələr verir. Bunun məhsul olduğunu, qardaş olduğunu hardan bilək? Birinci şəkilçiyə baxırıq. Əgər şəkilçi varsa, ikinci sözün mənasına baxacaq. Və bir dənə də püf nöqta verim ki, biz əgər məhsul növü tapırıqsa, kim tərəfindən sözünü deyəcəyik? Bu sualı verəcəyik. Kim tərəfindən? Baxaq. Şəkil çəkildi. Biz deyirik ki, subyekt məlum deyil. Subyekt kimdir? İnsan. Şəkil çəkildi. Demirəm ki, Nicar çəkdi şəkili və yaxud da demirəm filan kəs məktubu yazdı. Subyektin adını çəkmirəm. Eləyən adamın çəkmirəm adını. Görürsünüz, burada subyekt məlum deyil. Və bu obyekt subyektin yerində işlənib. Subyektin sualına cavab verir. Çəkildi. Nə? Şəkil. Yəni subyektin yerinə cavab verən nədir? Obyektdir. Bax bu zaman deyirlər ki, məhsul növdə obyekt məlum deyil. Subyekt məlum deyil. Obyekt isə subyektin yerinə keçir. Burası biraz başınızı qarışdıra bilər. Necə? Yəni, qısası, məhsul növ feillərdə subyekt olmur, amma mübtədə olur. Mübtədə də bu obyektdə deyirlər. Niyə? Çünki kim sualına cavab verən bir əşya var orada. Nə çəkildi?
Yazıldı. Nə yazıldı? Məktub. Belə yadda saxlayırıq. Subyekt imenli kim sualına cavab verməlidir deyil. Burada subyektin vəzifəsini kim sualını obyekt üstələnir. Belə yadda saxlayırıq. Beyniniz qarışmasın. Baxaq. Məktub deyirəm ki, şəkil çəkildi. Dedik ki, birinci baxırıq şəkilçiyə. Baxaq, şəkili varmı? Tək sözün köküdür il. Aha, bu il buradakı il şəkilçisidir. Deməli, şəkilçi var. Şəkilçi bunda da ola bilər, bunda da ola bilər, bunda da ola bilər. Mənaya baxaq. Şəkil çəkildi. Sual verirəm. Kim tərəfindən çəkildi? Artıra bilirəm təbii ki. Nigar tərəfindən çəkildi, Arif tərəfindən çəkildi. Amma tərəfindən sözünü deməsəm artıra bilmirəm. Nigar şəkil çəkildi. Yusif şəkil çəkildi. Alınmır. Tərəfindən artıra bilirəm. Deməli, bu məhcul növdədir. Məktub yazıldı. Məktub kim tərəfindən yazıldı? Məsələn, deyirik ki, filankəs tərəfindən yazıldı. Yenə də baxıram. Birinci görüm məna varmı? Birinci şəkilçi axtaram. Yaz, yazıl. Aha, var. Deməli, şəkilçim var. Amma aldanmıram. Bunlardan da biri ola bilər. Baxıram. Məktub yazıldı. Kim tərəfindən sözünü deyə bildim. Kim tərəfindən yazıldı? Vəsə. Deməli, avtomatik olaraq məhcul növdədir. Həm də görürsünüz, nə yazıldı məktub? Nə sualına cavab verən obyektim var burada. İndi keçək qayıdış növə. Ən sonunda hər üçün aid nümunələri yazacağam. Ətraflı başa salanda başa düşəcəksiniz. Üçüncü gəlir qayıdış növ. Qayıdış növdə də subyekt insanmı, nə bilim, bitkimi, havamı, nəsə öz üzərində icra edir. Öz üzərində. Tərifləri əzbərləyəndə rahat olacaq. Bir dənə yadda saxlayır ki, subyekt öz üzərində icra edir. Necə? Baxaq. Və burada da şəkilçi, buradakı kimi ıl və ın şəkilçisidir. Bura bəzi nümunələr yazdım. Baxaq. Subyekt öz üzərində icra edir nə deməkdir? Yenə birinci şəkilçiyə baxacağam. Şəkilçim olsa sonra mənasına baxacağım. Çünki 3 dənə şəkilçi hər birində eynidir. Qız darandı. Dara sözün köküdür. N burada leksikdir. Yadda saxlayırıq ki, bu növlərin şəkilçilərin hamısı leksikdir. Darandı. Və çox vaxt sözün kökünü artırılır. Bəzi hallarda da artırılmaya bilər. Qız darandı. Aha, bu N buradakı N-dır. Şəkilçim var. Bilirsiniz. Baxın, qız darandı. Daranan kimdir? Qız. Subyekt. Subyektim qızdır. Və özü eləyir. Özü saçını darayır. Aha, deməli qayıdış növdədir. Baxın, duman çəkildi. Çək, il. Şəkilçim var, var. Mənaya baxıram. Duman çəkildi. Duman bizim nəyimizdir? Subyekt. Nə çəkilir duman? Və burada bu növdə obyekt olmur da. Duman özü çəkilir. Heç kəs gedib dumana kömək eləmir ki, dumanı çəksinlər. Və yaxud da qız daranır. Qız özü daranır. Məsələn, qız yuyunur. Qız özü yuyunur. Məsələn, tutalım ki, burada məsələn yazmışam ki, otaq bəzəndir. Baxıram, bəzə, bəzən. Şəkilçisi var. Aha. Amma deyirəm, otaq bəzəndi. Otaq öz-özünü bəzəyə bilməz axı. Otaq nə? Axı bu obyektdir. Sadəcə subyektin sualına cavab verir. Deyirəm ki, otaq kim tərəfindən bəzəndi? Bax, bu kim tərəfindən sualını verirəmsə, avtomatik bu olur məhcul növ. Gördünüz, məna əlaməti yoxdur. İkisi də olmalıdır. Şəkil bunda da var, eyni şəkilsə bunda da var. Amma kim tərəfindən dedim bəzəndi? Deyirəm ki, filankəs tərəfindən. Avtomatik olaraq bu məhcul növdədir. Baxın, əgər bitki, insan, duman, hava, günəş, bax bunlar hər biri özü eləyirsə onu, bax bunun üzərində olursa, biz ona deyirik qayıdış növ. Yox, əgər otaq bəzəndi, otağı kimsə bəzəyir, ikinci bir şəxs bəzəyir, otaq öz-özünə bəzənmir. Başa düşdünüz? Məsələn, qız toya gedir, bəzənir. Bax, buna deyirlər qayıdış növ. Qız özü bəzənir. Amma desəm ki, məsələn, tutalım ki, yollar bəzəndi, yol öz-özünü bəzəyə bilməz. Onu kimsə eləyir. O da olur məhcul. Çünki deyirik ki, kim tərəfindən bəzəndi? Biz öyrənmək istəyirik ki, bunu eləyən kim imiş? Cümlənin içində vermirlər. Kim eləyib bunu? Buna da deyirlər. Məsələn, kitab oxundu. Oxu sözün köküdür N. Şəkil əlamətimiz var. Oxundu. Kitab öz-özünü oxuya bilər? Yox. Demək, kimsə tərəfindən oxunub. Sual verirəm. Kim tərəfindən? Avtomatik olaraq olur nə? Məhcul növdə. Deməli, biz əsas baxmalıyıq ki, məna və şəkilçi. Bu sxemi yadda saxlayın. Qeyd edin. Şəkil bir də məna. Hər test işləyəndə böyrə yazın. Şəkil, məna. Plus, minus qoyun, elə tapacaq. Ən sonunda yenə nümunələr verəcəm. Sonra gəlir. Əslində, şəxsizi deyib başınızı qarışdırmaq istəmirəm. Baxın, şəxssiz növ feillər.
Nə subyekt var burada. Bax, nə subyekt var, nə də obyekt yoxdur. Heç nə yoxdur burada. Obyekt yoxdur. Bax. Şəkilçisi ıldır, ındır. Okay, o birisilərinin eyni şəkilçidir. Amma yenə məhsulda sözün ortasında nəyəsə sual verib nə deyə bilirdik. Subyektdə yenə subyekti tapırdıq. Yəni subyekt onsuz da cümlədə işlənir qaydışda. Məhsulda yenə sual verirdik kim tərəfindən deyib əlavə eləyirdik ki, Nigar tərəfindən. Amma bunda heç nə olmur. Bu daha çox rəsmi sənədlərdə və sairə çıxışların nitqlərində olan, sözlərdə olan feillərdir. Bunlar da ki, azmaz feillərdir. Baxan kimi avtomatik olaraq biləcəyik. İndi mən nümunələr yazım. Bir püf nöqtəmiz də budur ki, bu növ feillər yalnız üçüncü şəxsin təkində olur. Yəni feil ancaq üçüncü şəxsin təkində olur. Başqa heç bir hallarda olmur. Baxaq. Baxılmaq. Bax sözümüzün köküdür. Buradakı eyni şəkilçidir. Aha. Qaydışda da var, məhculda da var, şəxsizdə də var. Yazıram bura şəkil əlaməti, yəni şəkilçisi, bir də məna. Baxıram, şəkilçi var. Aha. İndi mən mənasından biləcəm ki, bu hansı növdür? Baxılmaq. Nəyə baxılmaq? Kimə baxılmaq? Nə obyekt yoxdur. Nə də ki, məsələn, deyə bilərsiniz ki, müəllim, mən deyirəm ki, filan kəs tərəfindən baxılmaq. Filan kəs tərəfindən baxılmaq biraz mənasız olur. Lap deyək ki, filan kəs tərəfindən baxıldı da. Burada deyirik ki, ikinci şəxs olmur. Sən deyirsən Nigar tərəfindən. Kim? Mən birəm, Nigar ikinci şəxsdir. Kim? Sən tərəfindən baxılmaq. Yəni bu ikinci şəxsdə olmur. Ancaq və ancaq üçüncü şəxsin təkində olur. Məsələn, deyirəm kömək edilmək. Görürsüz, nə kömək edilmək deyə bilmirəm. Məhsul növ kimi obyekt tapa bilmirəm burada. Nə də qayıdış növ kimi üzərində icra edilmir. Etdən edil yarandı. Aha, məna var. Amma kimə kömək edilmək, nəyə kömək edilmək, öz üzərində edilmək. Bax, görürsüz, yoxdur. Buna deyirlər şəxsiz növ. Məsələn, iclasda bu məsələyə toxunuldu. Toxun sözümüzün kökü toxunuldu. Aha, şəkilçi var. Deyə bilərsən ki, kim tərəfindən? Yenə də deyirəm, Nigar tərəfindən desən, Nigar ikinci şəxs. Bu üçüncü şəxs olmur axı. Biz deyirik ki, üçüncü şəxs olmalı. Əlavə edə bilmirəm. Və yaxud da məhsul növdə dedik ki, məsələn, qapı açıldı. Dedik ki, kim tərəfindən açıldı deməkdən də əlavə nə açıldı? Qapı mübtədə var. Nə sualına cavab verin. Burada o da yoxdur. Harada, iclasda, nəyə, məsələyə, hansı bu? Heç nə sualına cavab verən də yoxdur. Yəni bu növ feillərdə testdə də var. Nə mübtəda var, nə də ki subyekt var. Heç biri yoxdur. Nə də obyekt yoxdur. Heç nə yoxdur burada. Yəni bu şəxsiz növ feillər digərlərindən fərqlənir. Deməli, gördünüz ki, şəkilçili, şəkilçili söz var. Əgər kim tərəfindən deyə bildiniz, oldu məhsul növdə. Əgər gördünüz ki, mənasında kimsə öz üzərində eləyir. Məsələn, hava qaralır, yaxud da nə bilim, hava qaralmaq izah edəcəm ayrı bir şeydir. Və yaxud da duman çəkilir, çiçək açılır, özü eləyir də, heç kəs gedib çiçəyə tutub ləçəklərini açmır, kömək eləmir ona. Bax, bu olur qayıdış növ. Şəxsizdə də bunu nə adam tapa bilirik onu elətdirən, nə də ki, eylənən bir əşya tapa bilirik. Dediyim kimi sənədlərindədir. 5-ci gəlir bizim icbar növümüz. İcbar növdə də biz zaten subyektdən obyektdən danışırıq. Subyekt özü eləmir, özü etmir. Başqasına əmr eləyir. Bu da biraz keyfli adamdır da. Başqasına əmr eləyir. Başqasına icra etdirir. Necə başqasına icra etdirir? Yəni burada deməli 2 dənə şəxs olur. Biri əmr eləyən, biri onu eləyən. Məsələn, ilk öncə bir də bunun şəkilçisini deyim. Bu da dır deyir, durdur və bəzi hallarda t şəkilçisindən düzəldir. Məsələn, deyirəm ki, müəllim şagirdə dərsi oxutdurdu. Baxın, müəllim özü oxumur, əmr eləyir, onu şagird oxuyur. Bir dənə də subyekt var, kim müəllim, kim şagird. 2 dənə şəxs var bizim sözümüzdə. Və bu şəxslərdən biri əmr eləyir, ikincisi isə o əmri icra eləyir. Müəllim şagirdə oxumaq əmri verir, şagird də dərsi oxutdurur kiməsə. Yəni, müəllim şagirdə deyir ki, oxutdur. Və yaxud da müəllim şagirdə dərsi oxutdu da deyə bilərik. Bax, buradakı dır və t şəkilçisi, buradakı dır şəkilçisi icbar növünün şəkilçisidir. Yəni, icbar növünün içərisində ən asan gələn növdür.
Məsələn, qonşular evlərini ustaya tikdirdi. Tik sözün köküdür feil. Tikdir. Aha, şəkil əlamətim var. Baxım görün məna da var. Məna. Qonşular kim? Kimə? Ustaya. Nəyi evlərini tikdirdi? Qonşular özü tikmədi. Əmr elədilər ustaya. İkinci şəxsimiz də var. Usta neynədi? Usta da kiməsə tikdirdi. Yəni bax bu cür feillərə deyirik icbar növ feillər. Və dırdır, durdur, bəzən də tığ şəkilçisindən bu feillərdə istifadə olunur. Bəzən elə ola bilər ki, cümlədə görəcəksiniz 2 dənə tığ şəkilçisi var, tığ bir də tığ şəkilçisi var. Biz nə bilək ki, bunun hansı icbar növ feillərdir. Məsələn, burada həm dır var, həm də ıl var. Ay müəllim, mən nə bilim bu yazdırıldı, kiməsə əmr olunub yazdırılıb, yoxsa kimsə tərəfindən yazdırılıb, məhculdur, icbardır. Baxın, başlanğıc formanın axırda bitdiyini biz götürürük. Bax, yaz, yazdırıldı. Başlanğıc formamız harda bitir? Burada bitir. Bu bitdiyi şəkilçisini götürəcəyik. Ilda kim tərəfindən? Deməli, məhsul növü. Bu ən inci məqamdır. Siz görəcəksiniz ki, bir neçə dənə şəkildə eyni şəkilçilər ola bilər. Biz ən sonuncuya baxacağıq. Ki, ən sonuncu bizim, yəni başlanğıc formada ən sonuncu şəkilçini neyinirik? Götürürük. Burada olur bizim növlərimiz. Bir də ən sonuncu növümüz gəldi. Qarşılıq və birgəlik növ. Qarşılıq, birgəlik. Bunların da hər biri adından məlumdur. Ya subyektlər qarşı-qarşıya hərəkət edir, ya da birlikdə hərəkət edirlər. Bunun da xüsusi şəkilçisi ış, bəzən də şı şəkilçisidir. Necə yadda saxlayırıq? Məsələn, mən buraya yazıram ki, məsələn, quzular mələşdi, onlar yazışdı, məsələn, dalaşdı və s. Kök şəkilçi alırıq. Mələməkdən mələşdi, yazdan yazışdı, dalamaqdan dalaşdı. Dalaşdı. Demək, yenə birinci şəkilçiyə baxacağam, ikinci mənaya baxacağam. Bunları bir-birindən fərqləndirməyəcəm. Mələşdi. Quzular mələşdi. Quzuların biri o biri tayda, biri bu biri tayda mələşmir ki, quzular deyirəm, cəmlikdir. Yəni bunlar bir yerdədirlər. Bax buna deyirlər birgəlik növ. Ş şəkilçimiz var, ya da ış şəkilçimiz var. Deməli, onsuz da biri yadda saxlayaq. Qarşılıq, yazışmaq, dalaşmaq, ağlaşmaq, vuruşmaq. Görürsüz, bunlar bir növ ış, yəni qarşı-qarşıya birgə olan şeylərdir. Işı elə yadda saxlayırıq. Mənası da var. Deməli, birgəlik növdür. Yazışmaq, telefonda yazışırsansa, sən qabaq-qabağa yazışırsan da, iki şəxs qabaq-qabağa yazışır. Bax, buna deyirlər qarşılıq növ feillər. Bu da oldu qarşılıq növ. Dalaşdın. Sən kimləsə dalaşırsan da, güləşirsən məsələn. Bunu qabaq-qabağa eləyirsən. Bu da olur qarşılıq növ. Məsələn, deyirəm ki, uşaqlar ağlaşdı. Uşaqların hər biri, görürsüz, larlər. Deməli, hamısı bir yerdədir. Ağla, ağlaşdı. Baxıram, şəkil əlamətim var. Mənaya baxıram, uşaqlar ağlaşdı. Aha. Larlərdirsə, deməli, cəmlik var. Cəmli şəkildə ağlaşırlarsa, deməli, bu nədir? Birgəlik növ feillərdir. Burada elə də bir çətin bir məqamımız yoxdur. Bizim ən çox qarşılaşdıracağımız məqamımız şəxssiz, qayıdış və məhsul növ feillərdir. Bax, bir də ən qızıl qaydamızı bunu yazıram. Qeyd eləyərsiniz. Məlum növ, bayaq dediyim qaydada, məlum növ adları artırılır. Plus da feilləri artırılır. Amma şəxssiz, qayıdış, məchul, icbar, bir də qısa yazıram, qarşılıq, birgəlik növ feillər. Yalnız feili artıra bilirlər, feilə. Əgər bu şəkilçilər isimə artırılsa, bax, şəkilçini görüb deməyin o dəqiqə, isimə feildən başqa, nə bilim, sifətə, əvəzliyə artırılsa, siz onu məlum növ deyəcəksiniz. Baxın, bu nüansı yadda saxlayaq. Uşaqların qarışdırdığı. Məsələn, hava qaraldı. Uşaqlar nə edirlər? Qara qaraldı. Şəkil əlaməti var. Mənaya baxıram, hava qaraldı. Heç kəs gedib havanı tutub qaraltmır. Hava öz-özünə qaralır. Məna da qayıdış növün mənasıdır. Xeyr. Məna da düzdür, şəkil də düzdür. Amma qara necə? Sifətdir bu. Bu l ancaq burada feil olsa qayıdış növ yaradacaqdır.
Deməli bu məlum növdədir. Hava qaraldı sözü. Ən xüsusən də testlərdə burada çaşdıracaqlar sizi. Ən əsas məqamı burdan ibarətdir. Hava qaraldı. Necədir? Sifət artırılıb da. Məsələn, nənəm qocalıb. Uşaqlar baxar, nənəni heç kəs götürüb qocaltmır. Nənə öz-özünə qocalıb. Qocal. Şəkli var, nə bilim, öz-özünə qocalıb. Xeyr, qoca necə sifətdir? Məlum növdədir. Sonra məlum növə aid fəillər yazıram. Məsələn, dağıldı. Buna baxırlar, deyirlər kim tərəfindən dağıldı? Ay müəllim, bu məchul növdədir. Xeyr, dağdan dağıl olmur axı. Dağıl sadə sözdür. Ona görə də bu nədir? Məlum növdədir. Ondan sonra ütüləndi. Baxın, ütüləndi. Bax, yenə də bu lan şəkilçisi varsa, məlum növdədir. Daha sonra bir məqama toxunaq. Bəzi nümunələr yazdım. Bu nümunələrə baxmaq. Deməli, belə bir nümunə qarşınıza çıxacaq. Belə bir feil verəcək. Deyəcək ki, bunu həm məchul növdə işlət, həm qarşılıq bücər növdə işlət, həm qayıdış növdə işlət. Nə edirik? Şəkilçilərini at. Məsələn, yazılmaq. Məsələn, deyirəm ki, yazı yazıldı da. Kim tərəfindən? Bunu artırdım. Kim tərəfindən dedim. Deməli, nə düzəltdim? Məchul növ düzəltdim. Bir də deyirəm yazışmaq. Qarşı-qarşıya. Qarşılıq növ düzəltdim. Ondan sonra məsələn, deyirəm ki, deyildi. Deyildi desəm, deyildi. Olacaq məchul növ. Amma desəm ki, filan kəs deyindi. Baxın, burada deyindi. Kim deyinir? İnsan öz-özünə deyilir də. Olacaq qayıdış növ. Yəni, sizə belə nümunələr verəcək. Sadəcə şəkilçilər artırılıb tapacaqsınız. Daha sonra, yudurtmaq. Yudurtmaq. Bu hansı növ ola bilər? Mən dedim ki, başlanğıc formaya ən axırıncı hansı gəlirsə onu götürürük. Yudurtmaq. Nəyi? Məsələn, kim tərəfindən yudurtmaq? Eləyən adam bilinmir. Nəyi desəm, obyekt artıra bilərəm. Yəni. Amma yudurtmaq kim tərəfindən? Məchul növdür. Düzdürmək. Düzdürmək. Özüm düzmürəm. Kiməsə əmr edirəm ki, düzdür. Deməli, nədir? İcbar növdür. Aydın oldu. Yenə diqqətim orada səslərə qarışdı. Bu icbar növdür. T şəkilçisi icbar növdədir. Yudurtmaq. Özü yumur, kiməsə yudurtdur. Burada maq-maqa aldanmayın. Yudurt, kiməsə yudurt. Düzdür, kiməsə düzdür. Görüşmək, gördün, görüş. Bu artıq qarşı-qarşıya icra olunur. Məna da uyğundur, şəkil də uyğundur, qarşılıq növdür. Yazışmaq, qarşı-qarşıya icra olunur, qarşılıq növdədir. Daha sonra deyildi. Deyirəm ki, söz deyildi. Avtomatik deyirik. Kim tərəfindən deyildi sənə? Bax, bu ucu olur məchul növ. Çünki kim tərəfindən sözünü əlavə edirəm. Açar söz. Tapıldı. Kim tərəfindən? Açar sözümüzü atdıq. Deməli, məchul növdədir. Görüldü. Kim tərəfindən görüldü? Məchul növdədir. Daha sonra deyirəm ki, hava açıldı. Açdın, açıl. Baxıram, feili artırılıb. Açmaq feilinə. I şəkilçim var. Var. Şəkil əlamətim var. Bəli. Məna əlamətim var. Var. Hava açıldı. Heç kəs havaya açılmağa kömək eləmir. Hava öz-özünə açılır. Subyekt özü icra edir. Deməli, qayıdış növdədir. Döyülmək. Döyülmək. Deyirəm ki, döyüldü. Avtomatik deyirik. Kim tərəfindən? Deməli, məchul növdədir. Həm də döymək feilini artırılır. Döyünmək. Bu da ən çox çaşacağınızdır. Desəm ki, ürək döyündü. Heç kəs ürəyə, döyünməyə kömək eləmir. Ona görə bax, buradakı ün şəkilçisi qayıdış növün şəkilçisidir. Mənada uyğunlaşır, döymək feilinə də artırılıbdır. Ümumiyyətcə, bəzi hallarda ürək döyündü, nə bilim, yuyundu, qurundu. Bu kimi sözlərə rastlaşanda onları qayıdış növ götürəcəyik. Bunlarda topludan bəzi misallar da ümid edirəm hər şey aydın olar.